Azərbaycan xalqının tarixi taleyində ilanlar var ki, onlar təkcə bir dövrün hadisəsi kimi deyil, bütöv bir millətin varlıq fəlsəfəsi kimi yadda qalır. 2020-ci ilin payızında baş vermiş 44 günlük 2-ci Qarabağ müharibəsi məhz belə hadisələrdəndir. Bu müharibə xalqın yüzillərlə sinəsində daşıdığı haqqın, ədalətin və azadlıq arzusunun təcəssümü idi. O günlərdə hər bir azərbaycanlı eyni amal ətrafında birləşmişdi. Torpağını, şərəfini və tarixini qorumaq uğrunda. Bu mübarizənin ruhunda təkcə hərbi güc deyil, həm də milli yaddaşın, mənəvi qürurun və dövlət iradəsinin sarsılmaz birliyi vardı. Başkomandan, Azərbaycan Respublikasının dövlət bayrağı Şərbəzən şəhərində dalgalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Cənab Başkomandan! Bravo! Azərbaycandır! 44 gün davam edən bu müharibə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də bir xalqın öz tarixi haqqını geri almasının rəmzi idi. Azərbaycan dövləti müdrik rəhbərinin uzaq görən siyasəti, müzəffər ordunun qəhrəmanlığı və xalqın sarsılmaz iradəsinin sayəsində işğala son qoydu. Bu baxımdan 44 günlük Vətən müharibəsi xalqın varlığının fəlsəfi mənasını, torpaq üçün döyüş deyil, varlıq üçün mübarizə anlayışını bərpa etdi. Azərbaycanın qələbəsi bir ideyanın, ədalətin ideyasının qələbəsi idi və bu ideya bugün də dövlətin ruhunu, xalqın qəlbini və gələcək nəsillərin yolunu işıqlandıran ən parlaq məşələ çevrilib. Azərbaycan xalqının tarixi qələbəsi onun milli iradəsinin, əzminin və mənəvi birliyinin təntənəsidir. Qırx günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan üçün zəfər yalnız silahla deyil, ruhla, birliklə, imanla qazanılır. Bu zəfər torpağın azadlığı qədər ruhun dirçəlişi, dövlətin gücü qədər xalqın mənəvi kamilliyidir. Azərbaycan artıq təkcə qalib dövlət deyil, öz tarixini özü yazan, haqq səsini dünyaya çatdıran, məğrur və məğlub edilməz xalqdır. Vətən müharibəsi günlərində dünya erməni vandalizminin gerçək mahiyyətini bir daha görmüş oldu. Döyüş meydanında aciz qalan Ermənistan ordusu öz uğursuzluğunu dinc əhaliyə yönəltmiş raket hücumları ilə örtbasdır etməyə çalışdı. Qadağan olunmuş silahlardan istifadə etməklə törədilən bu terror aktları düşmənin mənəvi iflasını daha da dərinləşdirdi. Lakin Azərbaycan xalqı bütün bu sınaqlara qarşı mərdliklə, mətanətlə və inamla dayandı. Çünki o bilirdi ki, bu xalq bilirdi. Bu savaş təkcə torpaq uğrunda deyil, mənəvi azadlıq uğrundadır. Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq məruz edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Müharibənin ilk günlərindən etibarən Müzəffər Azərbaycan ordusu Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu əməliyyatlar həyata keçirdi. 3 oktyabrda Suqovuşanın, 4 oktyabrda Cəbrayıl rayonunun, 9 oktyabrda Hadrut qəsəbəsinin, 17 oktyabrda Füzulinin, 20 oktyabrda Zəngilanın, 25 oktyabrda Qubatlının və nəhayət 8 noyabrda Şuşa şəhərinin işğaldan azad olunması ilə müharibənin taleyi faktiki olaraq həll olundu. Ümumilikdə döyüş əməliyyatlarının nəticəsində 300-dən çox yaşayış məntəqəsi, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşmən tapdağından azad olundu. Bu möhtəşəm zəfərin memarı, müasir müstəqil Azərbaycanın qurucusu, Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə prezidenti Cənab Ali Başkomandan İlham Əliyevdir. Məhz onun uzaq görən siyasəti, diplomatik iradəsi və xalqla ordu arasında yaratdığı birliyin nəticəsində 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi zəfər gününə çevrildi. Azərbaycan dövləti bu möhtəşəm qələbə ilə bütün dünyaya öz gücünü, xalq və ordu birliyinin sarsılmazlığını nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan üçün zəfər yalnız silahla deyil, ruhla, birliklə, imanla qazanılır. Bu zəfər torpağın azadlığı qədər ruhun dirçəlişi, dövlətin gücü qədər xalqın mənəvi kamilliyidir. Bu mübarizədə Azərbaycan Milli Konservatoriyası da öz mənəvi töhfəsini vermiş, onun tələbə və məzunları vətənin keşiyində mərdliklə dayanmışdır. Bu gənclər musiqi sənətinin nümayəndələri olsalar da, müharibə zamanı səngərdə vətənin səsi oldular. Onların hər biri Azərbaycan gəncliyinin qəhrəmanlıq simvoluna çevrilib və konservatoriya ailəsi də onlarla qürur duyur.
Azərbaycan Milli Konservatoriyasının şücaətli məzunlarından Şəhid Toğrul Hacıyev bu qəhrəmanlıq salnaməsinin unudulmaz adlarındandır. Toğrul Hacıyev 1996-cı ilin dekabrın 24-də Bakı şəhərində anadan olub, əslən Füzuli rayonundandır. O, 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2018-2020-ci illərdə isə magistratura pilləsində təhsil almış, bununla yanaşı pedaqoji fəaliyyətdə göstərmişdir. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanan Toğrul Hacıyev Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşmuş, xüsusilə Füzuli rayonunda döyüşlərdə böyük igidlik göstərmişdir. O, 10 oktyabr 2020-ci il tarixində Horadiz istiqamətinə gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Toğrul Hacıyev ölümündən sonra Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Toğrul Hacıyev kimi qəhrəmanların fədakarlığı yalnız bir döyüşün tarixində deyil, xalqın mənəvi səsinin dərin qatlarında, musiqimizin titrəyən simlərində və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. Əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Biz Şuşaya qayıtmışıq. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.